Zəhləm gedir xəyanətkar kişilərdən, xəyanətkar qadınlardan. Adamın biri olar. Xoşun gəlmir, bas bayra, git başqasını tap. Ayrılmaq nə üçündür? Ayrılmaq. Allah'ın dostu, cəbələri mən burada zamiteni tutub nəsə yazanım. Ne gün dəsən sən o? Nə gün deyəm ömrüm? Qaynağımı da çıxartdım, bax. Təbii özüməm. Özümündür. Eləyənlərə də pis baxmıram. Amma yaşıma görə çox da gözələm, çox da qəşəngəm. Nə filtr qoymuşam, nə bir şey qoymuşam. Normalam özümə görə. Deməli, sən məndən nə gün dəsən ki, mənə qısqanırsan burada. Sən eləməyə üçün makyajsız çıx otur burada. Allah ki, mənim yerim olsaz burada mənə qınayanlar. Başınızı palma yığdırıb oturarsınız burada. Xanım, yazmışsan çürütdü. Çürütdüyüm ömrüm. Doğğa deyil birincisi çürüdüm. Bu bir. İkincisi, xoşun gəlmir söhbətimdən. Neyse, senaryo istəyirsən. Yok, filtre yoksa. İmkan vermedi söyleyeyim. Gel, filtre budur bak. Bak, ha, çəkdi üzümü koydu, öyle bir kukla başıdır başı. Yoktu da. Gördün. Gördün ömrüm. Var elimde, filtre ele olur. Effekt de var. Isındı çatır böyle effekt olur. Effekt olsa üzümün xalızadı görsələr. Benim hardadır effekt? Necə gözəl. Oy, toyunda salfetka paylayayım. Açdım. Vallahi yok, yüzümdə, gözümdə effekt falan yok. Həyatda bundan da gözələm, biləsiz. Çıtır çıtır. Hələ TikTok'un kamerası çox pis çəkir. Nə mənada kamerası? Canlı yayım efiri yaxşı deyil. Düzgün çəkmir, üzü təmiz göstərmir. Valla. Demirəm, dünya gözəliyəm. Xeyr, Quran haqqı mən gözəl zat deyiləm. Özümə görəyəm. Amma bu bəziləri məni bəyənməyəndə, onlardan 1000 dəfə gözələm də, yəni ömrüm. Üzümdə tanalini yoxdur, rumyana vurmuşam. Bronzurdur, nədə ondan vurmuşam. Kiprem de yoktu, tökülüp. Bir damlası buradan kuş çekmişim, pis yok. Olmaz hiç bu kuşdan da. Makaron nə əcəb yemirsən? Ayrı, eşitirsən, mən restoran görəndə, restoran yeməkləri görəndə sən anam pampersi dəyişirdi. Mənim anam yeri gəlsə restoranda povur işləyib. Mən orada gördüyüm yeməklər, sən indi görürsən, bu bir. İkincisi, mən özüm normal restoranlarda, ailəvi restoranlarda qız vaxtı aksiyant işləmişəm. Ay, bu yeməyi ətdən ibarət görənlər. Varlı insanlar gövşüyüb ət yemir. Brokoli yiyir, brokoli yiyir, kahı yiyir, pomidor xiyar yiyir, salatalıqlar yiyir. Başır, sənə kimi ət varsa bu varlıdır. Zırt varlıdır. Mən qışın qış günü 5-6 manat verib xiyar ala bilirəm. 18 manatlıq ətin yarım kilosu 7 manatlıq ət ala bilmirəm. Əti yiyərləri ayda 2 dəfə. Mən ayda 2 dəfə, 3 dəfə yiyirəm. Qalan günlər mən ağartı, göyərti, belə şeylər yiyirəm. Ömrüm, sevmirəm. Ay bacı qurban. Deyirləri, qız bəzəndi, gözəldir. Götdü bunu elətdirdi, gözəldir. Nəyi abartılı eləmirsənsə hər şey zordur. Özünə baxmaq qadın üçündür. Öyle qızlar var ki, əzizim, heç makyajı da daşıya bilmir. Valla daşıya bilmir. O vidi fasonu da daşıya bilmir. Day bu boyda yox da. Ağırlıq da eləmir. Dolma. Sırvan qızıldı, hə, İtalyan qızılıdır. İtalyanın qızılıdır, buranın deyil. İtalyan qızılıdır. Mən bu boyda
sırğa, qızıl sırğıya səncə pul verərəm? Elə o qədər mi başım işləmir gedim bunun qızılına pul vereyim? Səyəm də yəni oradan baxanda eləmi? Yaraşmır. Sən canın yaraşmırmı? Görürsənmi? Çox pis oldun. Görsən. Elə pis oldum bu dəqiqə kövrəlirəm. Elə hamısı sizə yaraşır. Siz Xodkar ağanın qızlarısınız. Bizə yaraşmır. Sizə yaraşır hər şey. O bəzilərimiz. Onu deyirsənsə deməli yaraşır. Nə bilmez Xodkar ağa o vaxtı deyirdilər elə ağzımda qalıb. Effektin getdi. Ha, al. Ha. O telefon özüdür. Ha. Al. Ha. Elə bir canlı qabağımda oturmuşam. Telefon diye bu. Kameralar elədi. Mən nə qayırım? Bu nə dolmasıdır? Bu nə? Nəyi? Bu da deyir axır ki boynu aldım nə gündə görsənsən. Ona görə 24 saat danışsam məndən. Ay canım mənim. Ona görə 24 saat görüntülü danışsam məndən. Yaxşı bəs də. Yaxşı. Yaxşı. Sən deyəlim. 24 saat danışırım məndən. 24 saat. Deyir ki, düz deyirsən. Valla. Sən özünə gözəldirsən. Gözələm ki, bir il yarımdır yanımdasan da. 41 nə demək? O vaxtı qoydum, elə də qaldı. Təzadüfən girdim, səhifəm bağlanmışdı. Elə adımın yanına 41 yazdım, adım elə də getdi. Donur oxuya bilmirəm. Donur oxuya bilmirəm. Deyirəm oxuya bilmirəm, bir yazır. Smailiklər düşür. Onu demirəm, WhatsApp'ı deyirəm. Yazır düşmür. Qısqanır canlı dayım axı. Ay Allah. O ki ora biraz çıxın, telefonlar dayanmayacaq. Belə lazımdır bunlara. Azratkam. Üzüklərim də qızılıydı, pulum verə bilmədim, qaytardılar dala. Gəldilər, aldılar üzüklərimi əlimdən. Olsun. Bir dəqiqə qızlar. iPhone zaratkası çox. Ay 18 çıxır. Hazırlaşaq 18 gəlsin inşallah. Sentyabrda. 18 gəlir qızlar. 18 gəlir. Düşmür yazı. Adım düşür. 18 geliyor. Pro Max. Kakraz özdə sentyabra çıxır. iPhone-un yiyəsi deyəsən bilir ki, mən sentyabrda dünyaya gəlmişəm. İminli telefonları sentyabr ayında çıxardır. Olmayacaq. Niyə belə oldu? Onda onun əvəzinə başqa şey, biz için olmaz. iPhone 18 olmaz. O başqa şey olar. Başqa şey aldırarıq. O təzə barə çıxıdı qızıllar.
Nə deyirdi Zazonun adına? Onun üzüyü də, o təzə çıxıb qaçdı 10 minlik üzük. 10 minlik üzük çıxıb, onu aldırarıq bizdə. 18 olmasın, olsun. WhatsApp'dan yazacaq, elə bir çox oldu. Az Pandora yox, ağ çıxıb belə qaçdı. Rolex de var, Rolex'in bir dənəsi 6 mindir, ayıp oldu. Ay mama. 6 mini, ağzım da su. 6 mini, ay kız, bu boyda üzü de 6 mini. Qurana and olsun. Dəsti yoxu təki, Quran haqqı təki, nə dəst al. Dəsti, dünyada xəbər yoxdur. Sən mənə alassan, sən mənə. Ağ, üzük, 18 olmasa deyirəm, telefon çıxmasa. Sən mənə onu alassan. Alım da sənə, ağrı yazıb. Qurbandır. Belə şeyləri yaxşıdır. Əsəbləşəndə söyür, nəsir kök qoymur, amma belə şeyləri reqrafqa eləyir hər şeyi. Yaxşıdır. Boynumun dalı biraz qızarsa da, belə şeylərdən özümə təsəlli tapıram. Heç nə olmaz. Heç nə olmaz. Kızlar, nə saldırmaq istəyəndə gedin onun prastoyunu taxın. Kişi başa düşəcək ki, siz onun qızılını istəyirsiniz. Sizə yeni bir taktika öyrətiyim. Ama başa düşmeyenler de var, he. Əsəbləşəndə söyür də. Kıskançlıktan telefonlar cezasında. Ay kızlar, məndə bilsən nə olur? O mənə inanmır. Telefonumda bilsiz nə olur? iPhone'larda olur da. WhatsApp'da mənə zəng gələndə bəzən çöldən gəlmir. İçərdən gəlir. Mən WhatsApp'a girəndə görürəm ki, kimsə mənə yazıb yığıb. O sizdə də olur, düzün deyin. O rahatsız etmə var. Onu düzəldirəm, odak olur. Odak olanda çöldən zəng gəlir. Amma yaz düşmədi. Amma elə olanda yazır. Bu da mənədir ki, sən yəqin koda qoymuşsan. And içirəm ki, tövbə mən koda qoymam. Mən də çox yatana arada yatıb qalıram. Bu yığır, çöldən zəng gəlmir. Elə deyib ki, Allah bilir nə işi. Mən deyirəm ki, vallahi çöldən mənə zəng gəlmir də, görmürəm. Ya sabah çəkəcəm, Allah haqqı piyant agent. Sabah çəkəcəm, can çubucuk. Sabah çəkəcəm, sağ ol, mənim səhifəmə kömək elədin, var ol. Amma Quran haqqı sabah çəkəcəm. Hə, elə olur. Bax, görürsən, hamısı yazır ki, olur. Deməli, təhcə məndə elə deyil. Ay bazı, gərək girəm dəqiqə başı oradan rahatsız etmə var. Əgər olursa mənə öyrətdilər. Rahatsız etmə yoxdur telefonda. Onu belə basırsan, odak olursa, çöldən sənə zəng gəlir. Rahatsız etmədirsə heç bir şey. O da öz-özünə düşür, rahatsız etməyə. Mən eləmirəm onu. Hamıda olur, hə. Deyir, yəqin koda qoymuşsa. Adını mən niyə koda qoymayayım? Siz de dalaşırsınız onun üstünde, düzün deyin. Hiç dalaşmışsınız sevgililer bizden. Ərindir. Başa düşmədim, o nə deməkdir? Ər ancaq qısqanır adamı. Əksinə ərə gedəndə sonra qısqançlıq olmur. Alır, nə qısqanır, nə bir şey. Bütün gün evin içində nə ev ki, pərdəyə qısqanacaq, uzun taşı divara qısqanacaq səni. Qısqanar, evin içində nə qısqanacaq? Özünə baxmırsan, ancaq evdə məşğulsansa çətin. Çölə bayıra çıxırsansa, iş qadınısansa, hə. Belə evin içində nə qısqansın səni? Şeydir, dəridir, başa divara qısqanacaq. Pərdəyə qısqanacaq, nəyə qısqanacaq? Telefona baxır. Kimin telefonuna baxır? Ərin sənin telefonuna baxır. Baxmalıdır da ərindir. Baxmasın. Qeyriyyətivi çəkənindir də. Gəlsin mənim telefonuma baxsın. Dedən gəlsin mənim telefonuma baxsın. Amma kişilər heç vaxt icazə vermir qadın onun telefonuna baxsın.
Mən var ha, mənə icazə verilməyər. Danışsın ha. Ya o da mənim telefonuma baxmayacaq, ya da iki qarşılıqlı olmalıdır. Ne danışsın? Yox, baxmalıyam. Kodunu da bilməliyəm, hər şeyini də bilməliyəm. Söp.